Ağsu Futbol Klubu 1-ci divizyonun iddialı klublarından biridir. Komanda 2012-ci ildə yaradılıb. Yaranma tarixi böyük olmasa da, sözün əsl mənasında gec gəlib güc gələnlərdəndir. Hazırda burada böyük komanda ilə yanaşı, aşağı yaş qrupunun futbol komandaları da öz çempionatlarında yüksək yerlər uğrunda mübarizə aparırlar. AFFA-nın təşkil etdiyi çempionatlarda Ağsunu 3 komanda təmsil edir. Onlar 2001-2002, 2003-2004 və 2005-ci il təvəllüdlü uşaqlardan ibarətdir. Ümumiyyətlə burada 80-ə yaxın uşaq və yeniyetmə futbolun sirlərinə yiyələnir. Gələcəkdə bu sayın daha da artacağı gözlənilir. Əvvəllər də bizdə Ağsudan komandalar çıxış edirdi. UCUM adından, Uşaq Gənclər İdman Məktəbi adından çıxış edirdilər. Məsələn, biz öz zonamızda keçirilən yarışlarda bəlkə də Ağsu komandası qələbə qazana bilmirdi. Amma artıq burada keçirilən oyunlarda komandamız yüksək nəticə qazanır. İkinci tura vəsiqə qazanır. Bizim artıq seçimimiz də yoxdur. Başqa klublar kimi birin bu rayondan gəlsin, 10 uşağın içərisindən uşaq seçək. Biz sadəcə olan əlimizdə olan futbolçuları çalışırıq yetişdirmək. Ağsunun gələcəklə bağlı böyük planları da var. Klub rəhbərliyi AFFA-nın rəhbərliyinin də dəstəyi ilə Ağsuda futbol akademiyası inşa etmək fikrindədir. Həmin akademiya tək Ağsu üçün yox, həm də ətraf rayonların istedadlı uşaqları üçün nəzərdə tutulacaq. Ancaq tikinti işlərinə konkret nə zaman başlanılacağı hələlik dəqiqləşməyib. Düzdür, deyilib, rəhbərlik tərəfindən bizə deyilib ki, bu olacaq gələcəkdə, yaxın vaxtlarda gözlənilir bizdə akademiyanın tikilməyi. Əlbəttə, akademiya tikilsə burada Ağsudan da futbolçu yetişər, bizə yaxın rayonlardan Kürdəmir, Şamaxı, İsmayıllı, yəni bu zonada heç vaxt futbol olmayıb, olubsa da zəif olub. Hazırda Ağsu Futbol Klubunda həftənin 5 günü məşqlər keçirilir. Məşqlərə qatılan azyaşlı futbolçular da qarşıdakı oyunlara səhli hazırlaşırlar. Futbolçuların əsas məqsədi zona yarışlarında yüksək yerlər qazanmaqla paytaxt Bakıda keçirilən final mərhələsinə vəsiqə qazanmaqdır. Çox gözəl şərait yaradılıb, biz özümüzü göstəririk burada, yaxşı oynayırıq. Futbola hal-hazırda 3 il gəlmişəm. Klub prezidentindən və yaxud müəllimlərimizə öz təşəkkürlüyümü bildirirəm ki, belə bir klubda oynayıram. Çox əla və gözəl bir şərait quruldu bizlər üçün. Qarşıdakı oyunlara Ağsu şəhər stadionunda hazırlaşan komandalar növbəti oyunlarını bu həftə keçirəcək. Elnar İbrahimova, Bəhruz Musayev, Faiq Kərimov, Ağsu.